təyinlənən tərəfdən. Bir də him isə nədir? Onun təyini olacaqdır. Yəni muzafun ileyh. Demək, nuri muzaf demək muzaf, him isə muzafun ileyh olacaqdır. Və bağlayıcıdır. Tərəkəhum, yəni özlərini buraxır mənasındadır. Yəni burada isə qalmaq mənasında bizdə ayədə qalmaq mənasında işlədilir. Və tərəkə tərkibi nədən ibarətdir? Tərəkə feilindən və hum bitişən əvəzliyindən ibarətdir. Feillərlə işlədilən bitişən əvəzliklər feil üçün vasitəsiz tamamlıq rolunda çıxış edir ki, burada qeyd olunub ki, məf'uldur. Məf'ulhum məf'uldur. Yəni feil üçün vasitəsiz tamamlıqdır. Fi zulümətin tərcüməsi olaraq qaranlıqlarda. Demək, bu hal vəziyyətinə işarədir. Şibhi cümlədir, yəni cümləyə bənzərdir. Fi ön qoşmasından və ümumi isimdən ibarətdir. Ümumi isimin cəmindən ibarətdir və cəmi də demək, qadın cinsinə aid olan isimlərin düzgün cəminə aiddir. Yiyəlik halındadır. Niyə görə? Çünki fi ön qoşması zulümətini yiyəlik halına nədir? Salıb.